Dazı otu yağının içində elə maddələr var ki, həm mikrob öldürür, həm qurd tökür, həm də revmatizm ağrılarını sakitləşdirir. Amma ən maraqlısı hamı səhv istifadə edir. Bu videoda dazı otu yağının faydası, zərəri və hazırlanma qaydası haqqında danışacağam, diqqətiniz məndə olsun. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Dazı otu müalicəvi faydaları ilə bilinən təbii otdur. Yağı isə bitki mənşəli məhsuldur. Tərkibində üzvi turşular, bioflavonoidlər və hiperfroin maddələri var. Üzvi zeytun yağı ilə qarışaraq antiseptik xüsusiyyətləri ilə istifadə olunur. İltihab, mikrob, infeksiya əleyhinə güclü təsir göstərir. Dazı otu yağı bakteriyaları öldürür, çoxalmasının qarşısını alır. Göbələklərə qarşı təsirlidir. Mikrobların dəridə yaratdığı infeksiyalardan xilas olmaq üçün istifadə edilə bilər. Dazı otu yağı yaraların, yanıqların və günəş şüalarının dəriyə vurduğu zərəri bərpa edir. Həmçinin dəri infeksiyaları və ekzema kimi müxtəlif dəri xəstəliklərinin müalicəsində xüsusilə çox rast gəlinən kalluslar və daban çatlarından xilas olmaq üçün istifadə edilir. Dazı otu yağı dərini nəmləndirir, yaşlanma əleyhinə təsirlərə malikdir. Məsamələri sıxmağa və dərinin məsaməli görünüşünü azaltmağa kömək edir və dərini bərabərləşdirir. Zəngin komponentləri ilə saçları və saç köklərini qidalandırır, saçları gücləndirərək tökülməsinin qarşısını alır. Baş dərisində soyulma, kəpək və ekzema kimi problemlərdə istifadəsi çox faydalıdır. Depressiyada olanlar bu bitkinin yağını həm aromaterapiya, həm masaj, həm də daxilə qəbul üçün istifadə edə bilərlər. Bədənin hər hansı bir yerində yaranan qanaxmanı dayandırmağa kömək edir. Mədə-bağırsaq ağrısını götürür. Qurd xəstəliyinin müalicəsində tez-tez istifadə olunur. Revmatizm və sümük ağrıları üçün faydalıdır. Qanda şəkərin miqdarını azaldır. Hüceyrələrin yenilənməsində əsas rol oynayır. Yuxu problemi varsa dazı otu yağı bu problemi həll etmək üçün istifadə edilə bilər. Dazı otu yağının hazırlanma qaydası. 100 qram təzə və ya qurudulmuş dazı otu çiçəkləri kəsilib bir bankaya qoyulur və üzərinə 250-300 qram zeytun yağı əlavə edilir. Qarışım 30 gün günəşdə saxlanılır. 30 gündən sonra süzülür. Təzə çiçəklərdən istifadə edilərək hazırlanan yağın rəngi qırmızı, qurudulmuş çiçəklərdən istifadə edilərək hazırlandıqda isə sarı olacaq. Lakin hər ikisi də eyni xüsusiyyətlərə malikdir. Dazı otu yağının mədə və bağırsaq üçün istifadə qaydası. Daxilə istifadəsi hər kəsə uyğun deyil. Daxilə qəbulu ən çox istifadə edilən üsul. Birinci üsul gündə 1-2 dəfə, 1 çay qaşığı 5 milli, səhərlər ac qarına və ya yeməkdən 1 saat sonra içilir. Su və ya isti çayla qəbul edilə bilər. İkinci isti sudan keçirmədir. Həssas mədə üçün daha təhlükəsizdir. 1 stəkan isti suya 1 çay qaşığı dazı otu yağı əlavə edilir. Bu üsul yağın təsirini yumşaldır və mədəyə daha rahat təsir edir. Üçüncü, qurd xəstəliyi üçün istifadəsi. Gecə yatmazdan əvvəl 1 çay qaşığı və səhər ac qarına 1 çay qaşığı bağırsaqdakı parazitləri zəiflədir və çıxmasına kömək edir. Kurs müddəti 7-10 gün aparılır. Bəs kimlər istifadə etməməlidir? Ürək-damar xəstələri, hamilə və süd verən qadınlar, həmçinin kimyaterapiya alanlar, böyrəküstü vəzi şişləri olanlar, hər hansı dərman qəbul edən, xüsusilə depressiya dərmanları qəbul edənlərə qətiyyən olmaz. Bundan əlavə dazı otu yağını daxilə və xaricə qəbul ediləndə günəşə çıxmaq olmaz. Dəridə ləkə və yanıq yarada bilər. Bəs siz bu yağdan istifadə etmisinizmi? Nəticəsini görmüsünüzmü? Rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.